Müğənnilər Şəbnəm Tovuzlu ilə Nazənin Salayeva Lotu Quli ləqəbi ilə tanınan Nadir Səlifovun ailəsinin məclisində yer alıb. Bu barədə Şəbnəm Instagramda paylaşım edib. O, Lotu Qulinin bacısı Leyla xanımın ad günündən görüntüləri izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Lotu Quli ləqəbi ilə tanınan Nadir Səlifov 2020-ci il avqustun 20-sində Türkiyənin Antalya şəhərində otellərin birində güllələnib. Xalq artisti Nasbəri Dostəliyeva qəribə hobbisindən danışıb. Müğənni bu haqda Afaqla Onlar verilişində danışıb. İfaçı bildirib ki, getdiyi otellərin açarlarını özü ilə götürür. Neçə ölkədə hansı oteldə olmuşamsa otağın qapısını açan kartları özümlə götürmüşəm. Onları yığıram, bu mənim hobbimdir. Hətta İtaliyada qalanda qapı açarla açılırdı, götürdüm. Nasbəri Dostəliyeva eyni zamanda ətir yığmaq hobbisi olduğunu da deyib.